İnzibati Xətalar Məcəlləsindəki son dəyişikliklərlə qayda pozan sürücülər 15.000 manata qədər cərimələnə bilər. Yeni məcəlləyə əsasən, sürücülük hüququ olmayan şəxs avtomobillə qəza törədərək kiməsə yüngül xəsarət yetirə və yaxud maddi ziyan vurarsa, ona 400 manatlıq cərimə tətbiq edilir və 1 ayədək inzibati həbs verilir. Yeni dəyişikliklə sürücülük hüququ olmadan ümumi istifadədə olan nəqliyyat vasitələri, yəni avtobusu idarə etməyə görə cərimə, fiziki şəxslər üçün 200 manat, vəzifəli şəxslər üçün 500 manat, hüquqi şəxslər üçün isə 3000 manatdır. Sürücülük hüququ olmayan bu şəxslər nəqliyyat vasitələrindən istifadə etdikdə, onlar hər hansı bir qəza törətdikdə və qarşı tərəfdəki vətəndaşlara maddi, mənəvi ziyan vurduqda, onları sağlamlığına xəsarət yetirdikdə, amma cərimələr daha da artıq olaraq fiziki şəxslər 400 manat, vəzifəli şəxslər 800 manat, hüquqi şəxslər 6000 dəyərində cərimə olunurlar. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmayan sərxoş şəxsə verdikdə və həmin sürücüdə qəza törədərək başqasına maddi ziyan və yaxud yüngül xəsarət yetirdikdə, bunu edən fiziki şəxsi 1000, vəzifəli şəxsi 2500, hüquqi şəxsi isə 15.000 manatlıq cərimə gözləyir. Mən o cəzaların artırılmasını istəyirəm ki, o xəta bilərəkdən olunur. Yəni, bilərəkdən xətti bastıyıb, ya qırmızı işıqda keçib, ya sürəti artırıb. Bax, bunların əleyhinəyəm mən. Şəxsən bu cəmaatın həyatı ilə oynayan sürücülərə qarşı cərimələr çox olmağın mən tərəfdarıyım. Əsasən gənclərin böyük maraq göstərdiyi mühərrikin səsini artırmaq məqsədi ilə avtomobilə əlavə avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə görə 500 manatlıq cərimə nəzərdə tutulur. Eyni hal növbəti bir il ərzində yenidən törədildikdə isə bu cərimə 1000 manat olur. Hüquqşünaslar isə hesab edir ki, belə yüksək cərimələr sürücüləri daha məsuliyyətli olmağa vadar edir.